Salam uşaqlar. İndi isə natural ədədlər bölməsinin 3-cü hissəsi, yəni bölünmə əlamətləri, qalıqlı bölmənin izahlarına baxırıq. Birinci sual. X-in yerinə hansı rəqəmi yazdıqda 5, 3, x, 8, 6, x3 üstü xətt ədədi 9-a tam bölünür. Uşaqlar, 9-a bölünmə qaydasını yadımıza salaq. 9-a bölünmə qaydası rəqəmləri cəmi 9-a bölünən ədədlər 9-a bölünür. Bir də buna oxşayan 3 idi. Rəqəmləri cəmi 3-ə bölünən ədədlər 3-ə bölünürdü. Gəlin əvvəlcə rəqəmləri cəmi toplayırıq. 5 + 3 = 8, 8 + 8 = 16, 16 + 6 = 22, 22 + 3 = 25. 25 + x-la da x topladıq, elədi 2x. Deməli, biz x-in yerinə baxaq hansı rəqəmi yazsaq. 0 yaza bilmərik. Niyə? Çünki 25 üstə gəlsin 2 vur 0 olacaq 25. 25 də 9-a bölünmür. 25 üstə gəlinsin 2 vur 1. Baxıram ki, 25-in üstünə 2 gələcəm, eləyəcək 27. 27 də 9-a bölünür. Deməli, mən x-in yerinə nə yazsam? 1 yazsam. Variantlarda da var, gördüyünüz kimi. Deməli, cavabımız nədir? B bəndidir. 9-a tam bölünəcək. Keçsək ikinci sualımıza. İkinci sualımızda bizə deyir ki, A ədədini 10-a böldükdə natamam qismətdə C, qalıqda isə 8 alınır. Görürsünüz, oxuduqca qeyd eləməliyik yazdıqlarımızı. A ədədini 5-ə böldükdə alınan qisməti tapın. A-nın 5-ə bölünməsindən alınan natamam qisməti istəyir. Gəlin birinci buradan A-nı tapaq. Yəni bu nədir? Bölünən, bölən, natamam qismət, qalıq. Bölünəni tapmaq üçün bilirik ki, böləni qismətə vurub üzərinə nəyə gəlmək lazımdır? Qalığı. Deməli, A 10C üstəgəl 8-dir. Uşaqlar, indi biz 10C üstəgəl 8-i nəyə bölməliyik? Bu A-dır da, çünki 5-ə bölməliyik. Mən çubuqlu bölməklə böləcəm. Birinci 10C-ni bölürəm 5-ə, 2C. 2C-ni vurdum 5-ə, 10C. Qaldı burada 0. Gətirirəm 8. 8-i 5-ə də böləndə nə eləyir? 1. Qalıq da qalır 3. Mənə natamam qisməti istəyir. Ona görə də natamam qismətim nə oldu? 2C üstəgəl B. Yəni cavabımız oldu B variantı. Baxırıq üçüncü sualımıza. Üçüncü sualımızda deyir ki, A ədədini 8-ə böldükdə qalıqda 7 alınır. Aha, 2A plus 1 ədədini 8-ə bölsək qalıqda neçə alınır? Aha, bu sualın əslində 2 üsulu var. Birinci üsul belədir ki, sən elə bir ədəd taparsan ki, həmin ədədi 8-ə böləndə qalıqda 7 alınsın. Onun üçün buraya yazaram 1, yəni beynimdə də 1 qoysam nə olacaq bu? 8 vur 1, 8, üstünə də 7 gəldim 15. Yəni A-nı tapdım, 15-i bunu silirəm. Yəni A-nın yerinə 15 götürdüm. 15-i 8-ə böləndə 1 qalıq 7 eləmir. Sodu şərti ödədi. Sonra yerindən gətirirəm, A-nı 15 tapmışam. Gətirib burada qoyacam yerinə. Yəni, bax, bu 2A plus 1-də A-nın yerinə nə qoyacam? 15. 2 vur 15, üstəgəl 1, elədi 31. 31-i də 8-ə böləndə bilirik ki, 3 dəfə 8-in 24, qalıqdan alınır, yenə 7 alınır. İkinci üsul isə uşaqlar. Bu, məsələn, daha böyük ifadələr verəndə əslində bizim köməyimizə çatdır. Məsələn, verər A üstü 3, A üstü 4, bir də 15 üstü 3, 15 üstü 4-ü gedib hesablamalısınız da bu yolla, birinci yolla. Əgər bölənlər eyni ədəddirsə, baxın, görürsünüz, eyni ədəddirsə, onda siz A-nın yerinə gətirib qalığı qoya bilərsiniz. Hətta eyni ədəd, məsələn, buradakı bölən bunun böləni də ola bilər. Bu şəkildə də eləmək olar. Gətirirsiniz bu qalığı, bu qalıq var, bu qalığı. Nəyin yerinə qoyursunuz? Dediyim kimi A-nın yerinə qoyursunuz. Qoyacam A-nın yerinə 7. 2 vur 7, üstəgəl 1. Nə elədi? 15. 15 də 8-ə bölürəm. Yenə nə aldım? Qalıqda 7 aldım. Birinci üsul əslində uşaqlara daha rahat gəlir, amma daha uzun hesablamalarda əslində ikinci üsuldan istifadə etmək olar. Keçirəm. Dördüncü sualım da eynidir. Yenə baxın, yazacam bunu deyib yox. Natural ədədi 21-ə böldükdə, yenə yazaq ki, burada A bölü 21, qalıqda 16 alınır. Deyir ki, bu ədədi 7-yə böldükdə, qalıqda neçə alınacaq? Aha, indi mən birinci məsələm 16-nı gətirib qoya bilərəm burada A-nın yerinə.
dedim yuxarının qalını. Çünki baxın burada 7 də yenə 21-in nə idi? Bölənidir də. Yəni bu dediyim qaydadan istifadə edə bilərik. Bir böləni ola bilər, bir də həmin ədəd ola bilər. Yəni bu üsul bu ikisində keçərlidir. Gətirib qoyuram A-nın yerinə 16-nı. 16-nı böləndə 7-yə nə edəcək? 2, qalıqda da 2. Ya da 21-ə böləndə qalıqda 16 alan bir ədəd tapırıq. Məsəl üçün 37. 37-ni 21-ə böləndə, baxın burada 37-ni 21-ə böləndə bir dəfə eləyir. Qalıqda da 16 eləyir də, ödədi. 37-ni gətirib qoyaram aşağıda. Çünki eyni ədəddir də, ikisi də A-dır. Eləyər 5 dəfə 7, 35 qalıq 2. Görürsünüz, ikisində də eyni cavabı aldıq. Yəni cavab oldu A bəndi. 4-cü sualdır. 5 də eyni şəkildədir. Yazmıram ona görə. Baxaq 6-cı suala. Aha. 6-cı sualda bizdən nə istəyir? 6 rəqəmli 7, 3, 2, 1, 6 A üstü xətt ədədinin 6-ya bölünməsi üçün A-nın mümkün qiymətləri cəmini tapın. Uşaqlar, 6-ya bölünmə əlaməti necə idi? Həm 2-yə, həm 3-ə bölünən ədədlər 6-ya bölünən ədədlərdir. Deməli, birinci baxacam 2-yə bölünməsinə. Çünki bilirsiniz ki, 2-yə bölünən ədədlər cüt ədədlərdir. Yəni, burada mən A-nın yerinə qoya bilərəm 0, 2, 4, 6, 8. Bu ədədlərin içindən biri olsa 2-yə bölünəcək. Yəni, 2-yə bölünmə əlamətini yazdım. İndi qaldı axı uşaqlar 3-ə də bölünməlidir. Yəni, görək bunlardan hansı 3-ə bölünməni də ödəyir. Gətirib burada 0 qoysam əgər yerinə. Rəqəmləri cəmini toplayıram. 7 üstə gəlir 3, 10. Onun üstünə 2 gəldim 12. 12-nin üstünə 1, 13. 13-ün üstünə 6, 19. 19-un üstünə 0, 19. 19 3-ə bölünəcək. 3-ə bölünməni yoxlayırıq. Xeyr. Ona görə 0-ı seçə bilmərəm. Burada 0 ödəmədir gördüyünüz kimi. İndi 2-ni yoxlayıram. Yəni bu şəkildə yoxlaya-yoxlaya gedirsiniz. 2-ni yoxlayıram. 2. Bura qədər toplamışdınız da 19 eləmişdi. 19-un üstünə 2 gəldik 21. Ödədi. Deməli 2-ni seçəcəm. 2-ni seçdim, ödədi. Sonra 4 qoysam 19-un üstünə 4, 23 ödəməyəcək. 6 qoysam 19-un üstünə 6, 25 ödəməyəcək. 8 qoysam 19-un üstünə 8, 27 ödəyəcək. Deməli, burada yalnız, həm də 3-ə bölünmədə deyim ki, uşaqlar bir rəqəmi tapsaz, onu 3-ü çarpırırsınız. Yəni, bura mən 2 qoysam, 5 qoysam, 8 qoysam 3-ə bölünəcəkdir. Sadəcə 5 ümumiyyətlə seçimlərdə yox idi. Düz rəqəm qoymalıyam 2-yə bölünməsi üçün. Deməli, hər ikisinin ortağı nə oldu? 2 və 8. Ona görə də həm 2-ni yaza bilərik, həm 8-i. A-nın mümkün qiymətləri cəmi dediyinə görə 2 ilə də 8-i toplayırsınız, eləyir 10. C bəndi. Baxırıq 7-ci sualımıza. 7-ci sualımızda deyir ki, 7, 1, N, 2, səhv yazdım. 7, 1, 2, N, 4 üstü xətt ədədi 5 rəqəmli ədəddir. 3-ə tam bölünür. Aha, 3-ə bölünməsi üçün yenə deyirəm, rəqəmləri cəmini toplamalıyam əvvəlcə. Görüm nə qədər eləyir? 10, 14. 14-ün üstünə N. İndi mən N-in yerinə hansı rəqəmləri qoysam 3-ə bölünər? Təbii ki, 1 qoysam, 1-in tapdığım 3-ə bölünməkdə 3 çarpır 4, 7. 1 qoysam bura eləyəcək 15. 4 qoysam bura eləyəcək 18. 7 qoysam bura. 7 qoysam bura nə eləyəcək? 21. Yəni 3-ə bölündü də hamısı. Ona görə 1, 4, 7. Yəni cavabımız oldu C bəndi. Keçirik 8-ci sualımıza. 8-ci sual 2 ədədin hasilidir. 147.776 vurulsun 147.773 hasilinin 7-yə bölünməsindən. Belə hasillərdə ayrı-ayrı bölüb uşaqlar qalıqla misal həll eləmək lazımdır. Yəni mən bu ədədi bax bölürəm 7-yə. Yəni, baxanda bilinir də, lazım deyildir əziyyət çək. 14 7-yə bölünür, 7 7-yə bölündü, 7 bölündü, 7 bölündü, qaldı burada 6. Yəni, bu misalın qalığı 6-dır. Bunu da bölürəm 7-yə. Bu ədədi vuran deyirəm ki, 14 7-yə bölündü, 0, 7-nin qətlik 7-yə bölündü, 7-nin qətlik 7-yə bölündü, 7-nin qətlik bölündü, qaldı burada 3. Deməli, bu misalda da qalıq nədir? 3. Yəni, artıq misal bitdi, bura ilə işləyəcəm. Qalıq 6, qalıq 3. Ortasında hansı əməldir? Vurma. Burada yazdım, vurma. 6-nı vururam 3-ə.
Neçə eləyir? 18. Əgər ədədi 7-yə böləndə, hansısa ədədi 7-yə böləndə bilirsiniz də yəqin ki, qalıq hansı ədədlər alına bilər? Qalıq həmişə böləndən kiçik olmalıdır. 1, 2, 3, 4, 5, 6 ola bilər. Mən isə 18 almışam. Ona görə də təzədən 18-i nəyə bölməliyəm? 7-yə bölməliyəm. Yəni demək istəyirəm ki, bu hasil 7-dən kiçik olsaydı cavab olaraq götürəcəkdim. 7-dən böyük olduğuna görə bir də onu 7-yə bölürəm. 2 dəfə 7, 14. Qalıqda da nə aldım? 4. Cavab oldu B variantı. 9 eynisidir yazarsınız. Keçirəm 10-cu sualımıza. 10-cu sualımız bizim demək olar ki, bütün toplularımızda var. Əvvəlki illərdə də yəni var idi. Deməli, bir 3 rəqəmli, bir də 2 rəqəmli ədədin hasilini verib və 7344 verib. Deyir ki, x üstə gəl, y üstə gəl, z cəmini tapın. Birinci burada araşdırma eləməliyik. Görürsünüz ki, son rəqəmlərə eyni hərf yazıb. Yəni, bu eyni rəqəm olmalıdır. Hansı eyni rəqəmi bir-birinə vuranda 4 alına bilər? Birinci versiya təbii ki, 2 ola bilər. Yəni, 2-ni 2-yə vuranda 4 olur. İkinci versiya isə ola bilər 8. Çünki 8-i 8-ə vuranda 64 eləyir. Son rəqəmi 4-dür də. 6 yadda qalır. Deməli, bu iki hala baxacaq. Və baxın indi uşaqlar, bu 4-dür. 400 neçədir də yəni. 400 neçəni 20 neçəyə vursam 8000 olacaq da 7000 neçə salına bilməz axı. Yəni demək istəyirəm ki, 7344-ü 400 neçəyə bölürsənsə 1 ilə başlayan rəqəm olmalıdır. Yəni biz burada konkret x-in 1 olduğunu neyinirik? Bilirik. Deməli, artıq tapdıq. Bizim ədədimiz ya 12-dir, ya da nədir və ya 18-dir. Mən ikisini də yoxlayacağam. Əgər 12 olsa, 12 vurulsun 4yz bərabərdir 7344. Yazıram onda 4yz naməlum olan vurğundur. 7344-ü bölürəm 12. Tam bölməyə ehtiyac yoxdur. 73-ü 12-yə böləndə 600 neçəsə. Axı 400 neçəsi olmalıydı. Deməli, bu hal doğru deyil. İndi mən 18 olanı, yəni deməli, x-dir 18-dir də. X-i bərabərdir 18. Bunu həll edəcəm. Onda 4yz bərabərdir 7344-ü böləcək nəyə? 18-ə 4yz bərabərdir. 73-ü böldük 18-ə 4 dəfə gördüyünüz kimi. Bu da qaldı 1. 14-ü 18-ə bölə bilmirik. 0, 144-ü də 18-ə bölsək nəyə bərabər olacaq? 8-ə. Gördünüz, sonra da 8-lə bitdi. Bitməli idi zaten. Tapdıq 408. Bizdən deyəsən bunların cəmini istəyir. Biz x üstə gəl, y üstə gəl z-in cəmini istəyirdi. X-i biz tapdıq 1, y-i tapdıq 0. Baxın 0-dır burada. Z-imizi də nə tapdıq? Z də budur 8. Onların da cəmi nəyə bərabər olacaq? 9-a. Yəni cavabımız Y bəndidir. Keçirik 11-ci sualımıza. 11-ci sualda 7, x, 2, 3, y üstü xət 5 rəqəmli ədədini 5-ə böldükdə qalıqda 4 alınır. Həmin ədədin 18-ə tam bölündüyünü uşaqlar. Bu ədəd 18-ə tam bölünürsə, bunu biraz açmalıyıq. 18-ə tam bölünmə nə deməkdir? Yəni həm 2-yə, həm də 9-a tam bölünür. Qalığa yazıram 0. Yəni qalıq 0-ça tam bölünür də. Aha, deməli, mənim ədədim 2-yə tam bölünürsə, son rəqəmin mütləq cüt rəqəm olmalıdır. Və 5-ə bölünmədən də danışırıq ki, 5-ə böləndə qalıqda 4 alınır. Mən əvvəlcə 5-ə bölünən ədədləri yazım. 5-ə bölünmək üçün sonu 0 və 5 olmalıdır. Amma burada qalıq da var deyə üstünə o qalığı gəlməliyəm. Əslində bura 0 olsa 5-ə tam bölünərdi. Amma deyir qalıq 4 var axı, ona görə 4-ü gələrəm. Düzdür, 5-in də üstünə 4-ə gəlirəm. Yəni y ya 4 ola bilər, ya da 9 ola bilər. İndi keçsin ikinci hala. İkinci halda mən dedim ki, bu 2-yə tam bölünür. 2-yə tam bölünürsə y-i 9 götürə bilmərəm axı uşaqlar. Y 4 olmalıdır ki, yəni 2-yə bölünmə əlaməti nə idi? Son rəqəmi cüt ədəd olsun. Ona görə bu halı sildik. Deməli y-i konkret olaraq tapdıq ki, 4-dür. Yazıram yerinə 7x2 3 4. İndi 2-yə bölünmə tamamlandı. 5-ə bölünmə də tamamlanıb artıq. Qalıqda 4 alınıb, qaldı 9. Bu ədəd 9-a tam bölünməsi üçün biz təbii ki, rəqəmləri cəmini toplayacaq. Neçə eləyir? 7, 3, 12, 16 üstə gəl x. Təbii ki, burada x-in yerinə 2 yazsaq
olacaq 18, 9-a tam bölünəcək. Y4 x-də nəyə bərabər oldu? 2-yə. Bizdən də onların hasilini istəyir. 4-ü də vururuq 2-yə, cavab edir 8. B variantı. 11-ci sualımız idi o bizim. 12-ci sualda eynidir. Keçirik 13. Aha, 13-cü sualda mənə nə deyir? 3-ə qalıqsız bölünən natural ədədləri 12-yə böldükdə alına bilən müxtəlif qalıqların cəmini tapın. Deməli, mən 3-ə qalıqsız bölünən ədədləri bilirəm. Sırayla yazım sizə. 3, 6, 9, 12, 15, 18 və s. Burada deyir ki, bu ədədləri 12-yə bölməliyəm. 12-yə bölmək üçün mən 12-dən böyükləri seçəcəm ki, 12-yə bölə bilim. Ona görə biraz yazmağa davam edə bilərsiniz. 21, 24, 27, 30 və s. Deməli, mən başlayıram. Bax, 12-yə böldükdə alına bilən qalıq. Bunu 12-ni 12-yə böləndə onsuz da qalıq nədir? 0-dır. 3-ə bölünən 15 ədədini 12-yə böləndə qalıq nə olacaq? 3. 3-ə bölünən 18 ədədini 12-yə böləndə qalıq nə olacaq? 6. 3-ə bölünən 21 ədədini 12-yə böləndə qalıq nə olacaq? 9. 3-ə bölünən 24 ədədini 12-yə böləndə qalıq nə olacaq? 0. Təzədən eyni şey yenə başlayır. 27 ədədini 12-yə böləndə qalıq nə olacaq? 3. Görürsünüz, period təkrarlanır. 3, 6, 9, 0, 3, 6, 9. Deməli, burada mən 3-ə bölünən ədədləri 12-yə bölsəm, alınan qalıqlar 3, 6, 9-dur. 3 üstə gəl 6, üstə gəlsin 9. Bərabərdir nəyə? 18-ə. Yəni, cavabımız oldu D bəndi. Deməli, əslində bu qanuna uyğunluqdur. Burada biz hansı nəticəyə çıxdıq? 12-dən kiçik 3-ə bölünən ədədləri götürdükdə, düzdürmü? 3, 6, 9 oldu. Yəni, həmin qalıqdakı ədədlərimiz bizim. Onda 7-yə qalıqsız bölünən natural ədədləri 28-ə böləndə də 28-dən kiçik 7-yə bölünən ədədlər olacaq mənim qalığım. Yəni, 7, 14, 21. Yəni, bu belə bir qanuna uyğunluqdur. Amma misalın həll yolunu göstərmək lazımdır ki, yəni, hardan gəldiyini biləsiniz. 15-ci sual. Deyir ki, AB da yaxşı sualdır. AB ədədini B-ya diqqət tələb edən sualdır. B-A ədədinə bölünməsindən alınan natamam qismət vahidə qalığı isə 36-ya bərabərdir. Mən burada ilk növbədə bir şey qeyd eləmək istəyirəm. Uşaqlar, biz bilirik ki, bölmə əməlində bölən qalıqdan böyük olmalıdır. Bunu mütləq qeyd edirsiniz burada. B-A böyükdür 36-dan. Mütləq. Qeyd elədik. Sonra deyir ki, A-nın ala biləcəyi qiymətlərin cəmini tapın. Aha. Başlayırıq bölünənin tapılma qaydasından. Bilirdik ki, AB üstü xətt bərabərdir BA üstü xətt vur 1. Yəni, böləni natural qismətə vurub üzərinə nəyi gəlirik? Qalığı gəlirik. Başlayırıq açılışını yazmağa. 10 A üstə gəl B. 1-ə vuranda özü alınır. 10 B üstə gəl A. Üstə gəl 36. Keçirdək bu tərəfə. 10 A üstə gəl B. Çıx 10 B. Çıx A. Bərabərdir 36. 10 A-dan A-nı çıxdım 9-a. Çıxılsın 9 B. Bərabərdir 36-ya. 9-u ortaq vurub çıxartsam. A çıx B. Bərabərdir 36. Aldıq ki, uşaqlar. A çıx B bərabərdir 36 bölü 9, 4. İndi çıxanda 4 eləyən biz ədədləri yazacağıq, rəqəmləri daha doğrusu. Bilirsiniz ki, yenə A və B birinci başladığına görə nə A0 ola bilər, nə də B0 ola bilər. Ona görə 4-0 halı yoxdur burada. 5-1. Həmişə ən kiçikdən başlayın. Yəni, bəzən uşaqlar ortadan başlayır. Məsələn, 7-3. Bunun başından başlamasını yadından çıxacaq. İlk 4 olan fərq 4-0-dır. Onu yaza bilmədik, 0-la başlaya bilməzdik. 5-1. 6-2, 7-3 fərqləri nədir? Bu A-dır, bu da B-dir uşaqlar. 4-dür də. 8-4, bir də nə yazmalıyıq? 9-5. Aha. İndi burada bir şey qeyd eləmişik. Baxın, BA böyükdür 36-dan. Bəli, burada BA, bax tərsinə götürürəm. B1-dir, A5-dir. 15 götürə bilərsən? Yox. 26 götürə bilərsən? Yox. Çünki BA üstü xətt 36-dan böyük olmalıdır.
37 hə götürə bilərəm. 48 hə götürə bilərəm. 59 hə götürə bilərəm. Yoxlaya bilərik. 73 AB üstü xətt 73 isə 73-ü 37-yə böləndə 1, qalıqda da 36 alınır, düzdür. 48-i 84-ü 48-ə böləndə 1, qalıqda da 36 alınır. 95-i 59-a böləndə 1, qalıqda da 36 alınır. Ona görə bu 3-ü ödəyəcək uşaqlar. Bizə də deyirdi bunu ödəyən A-lar, bunu ödəyən A-lar oldu 7, 8, 9. Onların cəmini tapın. 7 üstə gəl 8 üstə gəl 9. Bu da elədi neçə? 24. Yəni misalımızın cavabı oldu A variantı. Keçirik növbəti 17-ci sualımıza. Yox, 16-cı sualımıza. Üzr istəyirəm. 16-cı sualda deyir ki, A, 2, B, 6, C üstü xətt ədədini 12-yə bölünərsə A plus B plus C-nin ala biləcəyi ən kiçik qiyməti tapın. Uşaqlar, 12-yə bölünmə əlaməti həm 3-ə, həm 4-ə bölünmədir. Aha, gəlin baxaq. Həm 3-ə, həm 4-ə. 4-ə bölünmə üçün, birinci, 4-ə bölünmə üçün mən son 2 rəqəmə baxmalıyam. Uşaqlar, bura mən 60 yaza bilərəm. Yəni, C-nin yerinə yaza bilərəm 0. C-nin yerinə yaza bilərəm 4. 64 4-ə bölünür. Bir də C-nin yerinə nə yaza bilərəm? 8 yaza bilərəm. Düzdürmü? İndi gəlin bunun içindən yoxlayaq görək. Həm də 3-ə bölünməlidir axı. Düzdürmü? Hə, C-ni 0 seçdim. Yaxşı. Birinci C 0 olanda bu rəqəmləri cəmini toplayıram. A üstə gəl B, 2 ilə 6-nı topladım 8, üstünə də 0 elədi elə 8. A üstə gəl B cəmi uşaqlar neçə olmalıdır ki, bu cəm 3-ə bölünsün? Təbii ki 1. A üstə gəl B cəmi 1 olsa, bu cəm nə olacaq? Bölünəcək. Aha, bizə də ən kiçik cəm istəyir. İndi bir dənə baxın. Burada C 0-dır, A üstə gəl B də 1-dir. Onda A üstə gəl B üstə gəl C A üstə gəl B-nin yerinə 1, C-nin yerinə də 0 qoyuram. 1 elədi. Sizcə bu cəmdən kiçik ala bilərəm digərlərini? Xeyr, təbii ki. Burada C 4-dür, C 8-dir. Gəlib cəm 9, 10 aşacaq da, yəni. Ən kiçik cəmini tapmışam da artıq. Bundan yəni kiçik ala bilmərəm ki, digərlərinə də baxın. Ona görə A plus B plus C cəminin ən kiçik qiyməti nəyə bərabər oldu? 1-ə. Açıq sualımız idi bu. Keçirik 17-ci sualımıza. 17-ci sualımızda nə deyir? Rəqəmləri fərqli olan iki rəqəmli ədədi 5-ə böldükdə qalıq, rəqəmləri fərqli olan, yəni AB. Bunu 5-ə böldükdə qalıq ən böyük olarsa, 5-ə böləndə ən böyük qalıq hansıdır uşaqlar? Təbii ki 4. Bu şərti ödəyən neçə iki rəqəmli ədəd var? Aha. Deməli, bunu ödəyən ilk iki rəqəmli ədəd, neçə iki rəqəmli ədəd var? Amma rəqəmləri müxtəlif olsun da, yəni A, B-yə bərabər olmasın. Yazaq ki, A bərabər deyil B. Yaxşı, biz bunu necə həll edə bilərik? İlk 5-ə bölünən iki rəqəmli ədəd bilirsiniz ki, 10-dur. Üzərinə də gəldik 14. 14. Bir-bir də gedə bilərik. Amma düşünürəm ki, orada bəlkə də bərabər olan hal da olar. 14, belə gedəcək də bu. 14, 19, 24. Bu formada yazmaq olar. 29, 34, 39, düzdürmü? 44, 49, aha, 44. Niyə 44-ü seçmədim? Çünki bərabər ola bilməz axı, rəqəmləri müxtəlif olan deyir. Sonra 54, 59, 64, 69, 74, 79. 5-ə böləndə qalxda 4 alınır. 84, 89, 94, 99. Bunu da götürmürəm təbii ki. Deməli, neçədən oldu sayırıq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 dənə olacaq bizim. Və yaxud da bunu başqa cürdə yaza bilərdik. Bura bir x yazardıq. Biraz uzanacaqdı. Onsuz da orada da yenə bir qiymət verməliyik, yoxlamalıyıq. Sadəcə bu şəkildə yazdıq. Bərabər rəqəmləri çıxdıq. Belə. Keçirik
16 dənə oldu. 18-ci suala. 6 rəqəmli ədədin 30-a bölünməsi. Uşaqlar, 30-a bölünmə həm 3-ə, həm 10-a bölünmədir. Bu şəkildə baxa bilərik. 10-a bölünmək üçün bilirsiniz ki, son rəqəm mütləq 0 olmalıdır. Deməli, B 0-dır. B bərabərdir 0 qeyd eləyin. A, 8, A 0 oldu. Və 3-ə bölünmək üçün rəqəmləri cəmini toplamalıyam. Toplayaq. A üstəgəl A üstəgəl A üstəgəl A 4A üstəgəl 8 üstəgəl 0 elədi 8. Orada A-nın yerinə hansı rəqəmləri qoysaq 3-ə bölünər? 1 qoysaq 0 qoya bilmərəm. Bilirik niyə? 0-la başlaya bilməz. Həm də heç ödəmir. 4 vur 1 4 üstəgəl 8 12. 12 3-ə bölündü götürürəm. 3-ə bölünmədə 1-ini tapdınsa 3 artır. 1, 4, 7. A-nın mümkün qiymətləri cəmi 1, 4, 7-dir. Onların da cəmini istəyir bizdən. Cavab elədir 12. 19 eynidir deyə yazmırıq. Keçirəm 20-ci suala. 20-ci sualımızda deyir ki, AB üstü xətt ədədini 9-a böldükdə qalıqda 5 alınır. ABC ədədini 9-a tam bölünür. C-ni tap. Çox asan sualdır əslində bu. Yenə də ən yaxşı üsul elə yerinə qoyub yoxlamaqdır ki, məsələn 9-a böləndə qalıqda 5-ə bura 1 yazaram. 9 vur 1, 9, 9-un üstünə 5, 14. Yəni suda 2 rəqəmli oldu da bu. 14. İndi 14 yanına da C-ni qoşdum. 1, 4 C-dir də. Bunu 9-a bölünərsə, yəni tam bölünürsə, qalıq 0-dırsa C neçədir? Təbii ki, C 4-dür ki, 1, 4, 5, 5-in üstünə 4, 9. Rəqəmləri cəmi 9-u verdi ki, 9 da 9-a tam bölündü. Yəni C 4-ə bərabərdir. Cavab oldu 4. Keçirik növbəti sualımıza. Növbəti sualımız 21 eynidir, 22 olacaq. 22-ci sualda da x, y, 0, 6 ədədinin x, y-a bölünməsi. Uşaqlar, bu şəkildə bölə bilərsiniz çox rahat. Bilirsiniz ki, 4 rəqəmli ədədi 2 rəqəmliyə böləndə 2 rəqəm ayırmalıyam da, düz deyil. X, y 1 elədi. Çıxıram x, y üstü xətt. Gətirdim buradan 0. 0 heç bir yəni bölünmür də burada. 0 x, y-a bölünmür. 0-ın içində 2 rəqəmli ədəd var, yoxdur. Ona görə 6-nı gətirirəm və bura 0 yazıram. 0, 6 bir rəqəmli ədəddir, yəni 6-dır. 6 ədədi 2 rəqəmli ədədə bölünür. Məsələn, 6 10 neçəyə bölünür? 6-nın içində 13 var, yoxdur. Ona görə də yenə bura bir dənə 0 yazacam. Bölünmədiyinə görə qalıqda qalacaq 6. Mənim misalımın natamam qisməti 100, qalığı isə 6-dır. Bizdən də natamam qisməti deyir A ilə işarə ilə. Biz A-nı nə aldıq? 100. Qalığı isə B ilə işarə elə və onları bir-birinə vur. 100-ü də vururuq. 6 edir 600. Və ya istənilən ədəd qoyub yerini hesablayıram. Məsələn, 2, 7 qoydum x, y-in yerinə. 2706 bölünsün 27. Gəlin belə hesablayaq. Bir dəfə 27. 0. Bu 0-ı gətirdim, bölünmədi, 0 yazdım. 6-nı gətirdim, 6 27-yə bölünmədi, 0 yazdım. Yenə görsünüz, oldu 106. 100-ü də vururuq 6-ya. Eləyir 600. Yəni istənilən istənilən uşaqlar metodla həll edə bilərsiniz. Fərqi yoxdur, hamısında cavab eynidir. 23 eynidir, keçirəm 24-ə. 24-cü suala. 2 natural ədədin cəmi 211-dir. Bu ədədlərdən böyüyünü kiçiyinə böldükdə x böl y x böl y bərabərdir 4, qalıqda isə 1. Və deyir ki, bizə cəmləri nəyə bərabərdir? X üstəgəl y bərabərdir 211. Bunu da qeyd edək. Bilirik ki, biz buradan x-i tapa bilərik də. X bərabərdir natamam qisməti vururuq bölənə, üzərinə gəldik 1. Düzdürmü? Və mənim əlimdə bir dənə də cəm var. Çünki ikisinin də cəmi 211-dir. Mən də buradan x-ın nəyə bərabər olduğunu tapdım. 4y üstəgəl 1. Qoyuram bu x-ın yerinə 4y üstəgəl 1. Üstəgəl arxasıca y bərabərdir 211-ə.
5y bərabərdir 211-dən 1 çıxdım 210. Y də bərabərdir 210-u böləcəm 5-ə, o da eləyəcək 42. Y tapdım 42. Bizdən nə istəyir? Baxaq, ədədlərdən böyüyünü tapın. Digər ədədi tapmaq üçün cəmləri 211-dir də. 211-dən nəyi çıxacam? 42-ni çıxacam. Bu da eləyəcək 169. Bəli. Cavabımız oldu 169. Keçirik 25-ci sual 9 n kubu ilə olan sualımız. 9 n kubu, yəni 9 vur n kubu deməkdir. M 0, 8, 7. Aha, burada nəyə fikir vermək lazımdır? Birinci növbədə. Uşaqlar, baxın bu vuruqlardır da. Vurub 9 n kubuna alıb 4 rəqəmli bir ədəd. Onda belə başa düşürük ki, bu 4 rəqəmli ədəd 9-a bölünən ədəddir də, düz deyil. Yəni vuruqlardan hər ikisinə bölünür də hasil, bilirsiniz. Deməli bu 9-a bölünən ədəddir. Aha, 9-a bölünən ədəddirsə, mən onun rəqəmləri cəmini toplayıb oradan m-i tapacam. Aldım ki, m üstəgəl 15. İndi m-in yerinə neçə qoysaq 9-a bölünər? Təbii ki, 3 qoysaq. 3-ün üstünə 15 gəldim, 18. Deməli, mənim ədədim nəyə bərabər oldu? 3087-yə. Və misalımı artıq rahat şəkildə həll edə biləcəm. Yerinə qoyuram. 3087-ni bölürəm 9-a, alıram 343. O da 7-nin kubudur, bilirsiniz ki. Deməli, n-i tapdıq 7. N 7-dir, m də 3-dür. Bizdən də onların hasilini istəyir. 3 vur 7 bərabərdir 21. Cavab oldu 21. Keçirik 27-ci sualımıza. 27-ci sualda bizə deyir ki, m ədədini 5-ə böldükdə, m ədədini 7-yə böldükdə qalıqda 6 alınır. Aha, m kvadratı üstəgəl 3m üstəgəl 7 ədədini 7-yə böldükdə qalıqda neçə alınır? Bayaq sizə dedim ki, qalığı m-in yerinə gətirib qoya bilərsiniz. Mən belə hesablayacağım. Qalığı, yəni qalıq 6-dır, m-in yerinə gətirib qoyub hesablayacağım. 36, deməli, 36-nın üstünə gəlirik. 18, üstünə gəlirik 7, bölürük 7-yə. 36-nın üstünə də gəldik 25, o da elədi 61. 61-i də 7-yə böləcək. Təbii ki, qalıqla alınacaq. Burada qalıq nəyə bərabər olacaq? 5-ə. Düzdürmü? 63 7-yə bölünürdü. Demək ki, çatmır. Qalıq oldu 5. Qalığımız 5-dir. Və yaxud da m-in yerinə 13 götürə bilərsiniz. 13-ü 7-yə böləndə qalıqda 6 alınır. Gətirib m-in yerinə 13 qoyarsınız. Yəni, bayaq dediyim kimi, əgər bölən eynidirsə, qalığı m-in yerinə gətirib qoyub həll etmək olar. 28 də eyni sualdır. Baxmıram. Baxıram 29-cu suala. 29-cu sualda bizə deyir ki, n ədədini m kubuna böldükdə, natamam qismətdə 2, qalıqda 31 alınır. Yenə burada mən görürəm ki, 2 dənə dəyişən var. Baxın bir dənə. Yine nə qeyd eləməliyəm? Bölən qalıqdan böyük olmalıdır. Bizə deyir ki, n-in ən kiçik qiymətləri cəm. N ən kiçik olması üçün m də ən kiçik olmalıdır. Mən burada m-i nə götürə bilərəm? 1 qoya bilmərəm, 2 qoya bilmərəm, 3 qoya bilmərəm. 3-ün kubu 27-dir. Deməli, m-in yerinə 4 qoya bilərəm ki, 4-ün kubu artıq 31-i keçir. Deməli, m 4. Başa düşün, m böyüdükcə n də böyüyür də. Deməli, 4-ün kubu bərabərdir 2, qalıqda 31. N də bərabər idi nəyə? Böləni 64 elədi. Vururuq natamam qismətə, üzərinə nəyə gəlirik? Qalığı. 128 üstə gəlsin 31. Bu da bərabərdir 159. Bizdən də n-in rəqəmləri cəmini istəyir uşaqlar. Topladıq, elədi 15. Yəni, n-in ən kiçik qiyməti 159-dur. Artıq m-i mən 5 götürsəydim, burada 125 olacaq idi. 125 vur 2 üstəgəl 31 daha böyük olacaq idi. Yəni. Deməli, 30 eynidir. Yazmıram. Baxıram, 31, 32 eynidir. 31-i yazaq. Fərqi yoxdur. İkisindən birini yazaq. Bizə deyir ki, 402 AB üstü xət və 75 CD üstü xət 4-ə böldükdə qalıqda 3 alınır. Aha, əla. Deməli, bizə
A üstəgəl B, C üstəgəl D-nin ən böyük qiymətini istəyir. Ən böyük qiymətini istəyirsə, buranı ən böyük götürməliyəm, buranı isə ən kiçik götürməliyəm ki, uşaqlar, ən böyük ədədə ən kiçik ədədə böləndə ən böyük cavab ala bilərəm. Düzdürmü? Ağlımızda olsun, getdik. Deməli, AB-ni ən böyük götürməliyik, yəni ən böyük cəmi almalıyam. 4-ə bölünən ən böyük ədəd 96-dır. Rəqəmlərin cəmi də böyük olacaq təbii ki. Amma qalıqda 3 alınıb bizə deyir. Baxın, 4-ə böləndə deyir ki, 4-ə böləndə qalıqda 3 ikisində də. Bura 96 olsaydı 4-ə tam bölünərdi. Üstünə də gəlirəm 3, eləyir bura 99. Yəni, buranı tapdıq, hazırdır. 9 üstəgəl 9 olacaq deməli bura. Yəni sizə demir ki, A B-dən fərqlidir. Demirsə bərabər götürə bilərsən. Getdin. 75 C-dir. Aha, indi mən burada ən kiçik cəmi tapmalıyam. Düşünürəm, 4-ə bölünən ən kiçik rəqəmlərdən başlayıram. 0, 0, məsəl üçün olsa, üstünə də 3 gəlsəm, ola bilər 0,3. Sonra 0,4 üstünə 3 gəlsəm, qalığa görə gəlirəm, edir 0,7. Sonra 0,8 bölünür. 0,8-in də üstünə 3 gəldim, 1,1. Aha. Görürsünüz, ən kiçiyini tapdım artıq. Çünki bunun sizə rəqəmləri cəmi 3-dür, rəqəmləri cəmi 7-dir, rəqəmləri cəmi 1-dir. O birilər artıq böyüdükcə gedəcək. Yəni, ən kiçik mən burada ya 1 ala bilərdim məxrəci, ya da 2 ala bilərdim. 1 alınmır. Çünki 0,1 olsa, qalıq 1 olur. Bura baxın, 0,1 yazsam, 4-ə böləndə qalıq 1 olacaq. Ya da 1,0 yaza bilərəm. 1,0 da olsa burada, 4-ə bölsəm, qalıqda 2 alınacaq. Qalıqda 3 alınmalıdır. Ona görə 1,1-i götürürəm. Deməli, CD-nin də cəm olaraq ən kiçik verdiyi rəqəm 1,1-dir. Bərabər halıdır. Aha, o zaman yazacağım A üstəgəl B bölünsün C üstəgəl D. Bura oldu 18, yəni 9 üstəgəl 9, 18. Burada da 1 üstəgəl 1, 2. Cavab elədi 9. Yəni, ən böyük qiyməti bu ifadənin ən böyük qiyməti nəyə bərabər oldu? 9-a bərabər oldu.